Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin ve ali Muhammedin ve accil fərəcəhum. Qur'an-ı Kərimdə 114 surədən birinin adı mübarək Nəml surəsidir. Yəni 27-ci surə. Qur'an-ı Kərimdə adı keçən peyğəmbərlərdən biri də Həzrəti Süleymandır. Yəni Həzrəti Süleymanın hadisəsi haqqında Qur'an-ı Kərimdə söhbət gedir. Nəml surəsinin 38-ci, 39-cu, 40-cı ayəsi haqqında qısa danışıram sizin üçün. Ta siz öz vəzifənizi biləsiniz. Və son zamanlar Azərbaycanda yayılmış bu lazımsız ifadələr ki var, bunların nə qədər batıl olduğunu Qur'an-ı Kərimdə sizə isbatlansın. Baxın, Həzrəti Süleyman Qur'an-ı Kərimə görə və hədislərə əsasən öz ümməti insanlardan əlavə şərəfli məxluqların, yəni cinlərin də dilini bilirdi. Həzrəti Süleyman quşların da dilini bilirdi. İndi bütün quşların dilini bilirdi, bəzilərinin bilirdi, onu mən bilmirəm. Bu qədəsini bilirəm ki, Həzrəti Süleyman heyvanların dilini bilirdi. İndi Həzrəti Süleyman bir gün xəbər çatır ki, Həzrəti Süleymana uzaq bir məmləkətdə orada bir xanım var, padşahlıq edir. Onun böyük bir kürsüsü var, ərşi var, oturub üstündə, taxtın üstündə padşahlıq edir. Həzrəti Süleyman bunu biləndən sonra, əlbəttə Həzrəti Süleyman oradakı metafizik varlıqlar ki vardı, cinlər və digər varlıqlar, onlardan istifadə edərək informasiyası var idi. Qur'an-ı Kərimdən istifadə olundu ki, Həzrəti Süleyman bilirdi, onlar gələcəklər mənim yanıma, təslim olacaqlar. Amma istədi bir hadisəni onlara göstərsin ki, onlar görsünlər Həzrəti Süleymanın qüdrətini, Allahın peyğəmbərinin əzəmətini. 38-ci ayəni sizin oxuyuram. Bismillahirrahmanirrahim. Həzrəti Süleymanın dilindəndir. Ya eyyuhəl mələu əyyukum yətini bi'ərşiha qablə ən yətuni muslimin. Yəni Həzrəti Süleyman oradakılar deyir ki, ey burada olan cəmiyyət, başçılar, həm insanlara xitabıdır, həm oradakı olan cinlərə. Sizlərdən hansı biriniz o qadının taxtı mənsin gətirə bilər? Onlar bura müsəlman olub, təslim olub gəlməzdən qabaq. Qala ifritun minəl cin. İfrit sözünü eşitmisiniz, cin sözünü də eşitmisiniz. İfrit minəl cin. Cinlərdən olan ifrit dilləndi. Dedi, ənə atikə bihi qablə ən təquma min məqamik. Həzrəti Süleyman öz taxtında bir oturmuşdu bu ayəyə görə. İfrit də Həzrəti Süleymana dedi ki, sən yerindən qalxmamış, icazə versən, yerindən qalxmamış, mən o taxtı sən üçün gətirəcəyim. Görəcəksən ki, mən tam doğru və dəqiq danışıram. Laqaviyyun əmin. Mən əmin bir varlığam, ifrit olaraq. Və bu sözümdə dürüstəm. Qaləl-ləzi indəhu elmun minəl kitab. Başqa biri dilləndi orada. Dedi, ənə atikə bihi qablə ən yartaddə iləyki tərfuq. Sən gözünü bir-birinə qırpmaşdan qabaq, göz qırpanda nə qədər vaxt gedir? Qırpmamışdan öncə, əgər icazə versən, mən sən üçün onu gətirəcəyim. Bunu kim deyir? Kitab elmindən, yəni Allahın sirlərindən az bir miqdarda bilən bir nəfər Həzrəti Süleymana deyir ki, onu mən sən üçün göz qırpımından qabaq gətirə bilərəm. Həzrəti Süleyman icazə verir və onu öz yanında müstəqər görür. Bir də baxır ki, artıq ərş gəldi bura. Yəni bir göz qırpımından da öncə. Baxın, diqqət edin. Həzrəti Süleyman Allahın peyğəmbəridir, şübhəsiz. Eyni zamanda ki, Allahın peyğəmbəridir, təvhidin nə olduğunu tam-tamına dərk edir. Oradakı olan canlılardan, indi insanlar ya cinlərdən kömək istəyir. Soruşur ki, hansı biriniz bunu gətirə bilərsiniz mənim yanıma? Diqqət edin bu sözlərə. Hansı biriniz? Demir ilahi, səni and verən ismi əzəmi və o ərşi mən üçün gətir bura. Ya demir ki, mən falan duanı oxuyacağım, o ərş gələcək bura. Deyir ki, sizlərdən kim bunu edə bilər? İfrit dilləndi. Orada bir nəfər vardı, o da dilləndi. Həzrəti Süleyman o ikinci dillənən insan ki var, daha qısa müddətdə gətirəcəkdi. Onunla razılaşdı, o gətirdi. Bu 38, 39, 40-cı ayələrdir Nəml surəsində, Qarışqa surəsində. Bu son günlər Azərbaycanda yayılan bu məsələ. Mən bilmirəm bunun arxasında nə dayanır. Ümid edirəm, hüsn zənn edirəm, xoşgümanlıq edirəm, bədgümanlıq etmirəm. Deyirəm inşallah vətəndaş bilməyib qarışdırıb məsələləri bir-birinə. Bu cür deyirəm də, nə deyim? Bədgümanlıq etmirəm. Suizən etmirəm. Əgər suizən etsəm, gərək deyəm ki, pərdə arxasında başqa şeylər dayanır. Hələ onu demək istəmirəm, tələsmirəm. Bir zaman keçsin görə nə olur. Amma bu videonu hazırlayıram, bütün möminələr diqqətlə qulaq asın. Həzrəti Süleyman Allahdan birbaşa istədi, yoxsa orada olan insanlardan və cinlərdən? Nəticədə Allah onu birbaşa gətirdi, yoxsa oradakı şəxs ki vardı, o kitabdan bir zərrə qədər bilirdi, o gətirdi yoxsa? Qur'an-ı Kərim açıq-aşkar şəkildə deyir ki, o şəxs gətirdi bunu Həzrəti Süleymanın huzuruna. Sual verirəm həmin vətəndaşa ki, bu paylaşımları edir, ya Ali, ya Muhammed irad bildirir. Bunu düzgün saymır və çalışır ki, hədis rivayətlərlə başa düşdüyü formada bunu rəngləsin, düzəltsin falan. Mənim sualım budur. Həzrəti Süleyman burada səhv etmişdi. Həzrəti Süleyman səni qədər başa düşmürdü ki, Allahdan istəsin birbaşa. Niyə gedib orada ifritdən, insanlardan, ki deyirlər onun vəziri idi, Asaf ibn Bərxiya idi, hədislərdə gəlib. Öz vəzirindən kömək istədi. Halbuki Həzrəti Süleymanın rütbəsi, məqamı, imanı onların hamısından üstün idi. Buna baxmayaraq Həzrəti Süleyman bilirdi ki, bunlar bir şey bilirlər. Onların o bilgisindən istifadə etdi, yararlandı və nəticədə ərş, həmin taxt gəldi Süleymanın xidmətinə. Düzdürmü?
Sən bunu bildiyin halda, axı nə çıxıb desən ki, ya Muhammed, ya Ali demək olmaz? Problem hardadır? Nə baş verir? Ümumiyyətlə nə olub görəsən? Nə üçün olmaz? Nə mən, nə sən, nə sizlər Həzrəti Süleymandan üstün deyilik. Nə də bizim çağırdığımız Muhammed, Ali Muhammed oradakı ifritdən, Süleymanın vəziri olan Asad ibn Bərxiyadan aşağı deyirlər. Həzrəti Süleyman edə bilər, mən edə bilmərəm. Nə eybi var? Ya Muhammed, mənim problemim var, mənim hacətim var, istəyim var, mənim hacətimi ver. Axı mən bilirəm Həzrəti Muhammed, Ali Muhammed Allah yanında ən ali dərəcəyə sahibdirlər. Və mən bilirəm Allah təkvinən onlara varlıq aləmində ixtiyarlar verib, güc verib, qüdrət verib. Niyə mən ondan istifadə etməyim yaxşı mənada? Mən bir ayə ilə cavab verdim. Yusuf surəsində mənim cavabım var, Tövbə surəsində 2 dənə yerində mənim sənə cavabım var ki, həmin ayələr göstərir ki, peyğəmbərdən də birbaşa istəmək olar, Allahdan da istəmək olar, peyğəmbərdən də istəmək olar, Əhl-i-Beytdən də. Yüzlərlə hədis rivayətimiz var. Nə qədər dualarımız var, münacatlarımız var ki, birbaşa peyğəmbər və ali peyğəmbərdən biz istəmişik. Kim bizə bunu öyrədib? Əhl-i-Beytin özü. Əhl-i-Beyt bunu öyrədəndən sonra axı sən niyə narahatsan? Bu kimi lazımsız sözlər atırsan ortaya, insanların zehniyyətində təşviş yaradırsan. Məqsədin nədir mən bilmirəm. Hələ ki xoşgümanam sənin haqqında. Deyirəm ki, səhv edib inşallah. Əgər görsəm ki, bu cür davam edirsən, əgər görsəm ki, də əl çəkmirsən, hər dəfə belə paylaşımlar edirsən, mənim bu videomdan sonra yenə də paylaşırsan, bu zaman açıq-aşkar şəkildə səni burada dəvət edirəm ki, oturaq üzbəyiz danışaq. Dəvət edirəm səni. Haçan desən, gecənin yarısı da olsa mən Əhl-i-Beyt üçün bunu etməyə hazıram. Çəkiliş də olacaq. Qardaşlardan, möminlərdən, möminələrdən, ustadlardan kim istəsə iştirak edə bilər. Bizə lazımdır haqq ortaya çıxsın və mən səni dəvət edəcəyəm. Oturaq üzbəyiz danışaq. Orada mən ayələrdən, hədislərdən, dualardan neçə saat çəkəcək, problem deyil. Stat gətirəcəyəm və isbat edəcəyəm ki, Əhl-i-Beyt əleyhissalam özləri də belə bu işi görüblər. Xülasə, ya Muhammed, ya Ali, ya Əbəl-Fəzl Abbas, ya Sahib-əz-Zaman, ya digər peyğəmbərlər, ya Allah övliyaları bunları çağırmağın heç bir eybi yoxdur. Bunlar Allah tərəfindən bunlara icazə verilib, bunlara ixtiyar verilib, bunlara təkvini vilayət verilib və bunlar bizim hacətimizi məsləhət olan zaman bizə verə biləcəklər Allahın izni ilə. Əlbəttə bir dənə burada parantezdə bunu qeyd edirəm ki, biz bunları müstəqil bilməyək. Deməyək ki, Həzrəti Əli Allah istəməsə də bunu edəcək. Xeyr, xeyr. Allahın izni ilə bunu edəcək. O sənə hacətini verəcək Allahın izni ilə. Heç bir problemi də yoxdur. Buna təvəssül də demirlər, buna istiğasə deyirlər. Yəni onu köməyə çağırmaq, istimdad deyirlər, yardım istəmək. Heç bir qəbahəti yoxdur. Videonu maksimum paylaşın, görək qardaş nə cavab verəcək. Əgər istəsə mən hazıram üzbəüz oturub danışmağa, çəkiliş də olsun amma ki, sonra paylaşılsın ki, cəmaət bilsin haqq nədir, batil nədir. İmam Zaman əleyhissalamı da həmişə dualarınızda yad edin. Bizim nemətimizin sahibi əmri İmam Zaman əleyhissalamdır hazırki dövrdə. Sizə Allaha tapşırıram.